Əziz izləyicilər, bugün sizə Temudan gələn sifarişlərimi göstərəcəm. Əslində sifarişlərim çoxdan gəlib, mən açıb baxmışam, bəzilərini də artıq istifadə eləmişik. Sadəcə video çəkməyə vaxtım olmurdu. Bugün siz üçün videonu çəkirəm. Kanala abunə olub, like etməyi unutmayın. Deməli, biz bəzi məhsulları açmışıq və baxmışıq, hətta istifadə eləmişik. Onlardan biri də oğluma aldığım krosovkalardır. Formadadır. Yəni artıq geyinmiş, istifadə eləmişik. Formada göstərim. Göstərim. Sağlarsın olan məhsullardır. Deməli, dəstin biri yeni doğmuş körpə üçün olan dəstlərdəndir. Keçən dəfə biz mavisini almışdıq. Bu isə başqa formada olan dəstir. Bir papağı, fartuku, balaca şalvarları, 0-3 aylıq uşaqlar üçündür. Bu markasıdır. Materialı pambıqdır, çox gözəldir. Bu da 2 dənə köynəkdir geyindirmək üçün. Yəni rahatlıqla sifariş verə bilərsiniz. Aşağıdan linkini yerləşdirəcəm. Hətta keçən səfər aldığım o 2 dəstə yenidən göstərib. Linkini aşağıdan yerləşdirəcəm. İstəyənlər sifariş verə bilərlər. Bir diğer sifarişim isə bələkdir. Bu formadadır. İndi açıb göstərəcəm sizə. Bunlar hazır bələklərdir. Papağıdır. Balaca minnoş papağı. Və yapışdırmaqlı cırt-cırtlıdır. Bu hissədən açılır. Bir də bu hissəsində var. Buradan yazılıq yaxşıdır. Materialda pambıq olanı götürmüşəm. Polyester olan da var idi. Ben pambıq olanı götürmüşəm. Bu pambıq olanıdır. Bunun başqa forma olanı da var. Aşağıdan zamokla açılandır. Qismət olsa gələn səfərdə inşallah ondan sifariş verəcəm. Sadəcə bilmək istədim ki, bunlar necə çıxır. Bunlar yeni doğulan körpələr üçündür. Elə formaları var ki, böyük uşaqlar üçün də olur. Amma yayda doğulan uşaqlar, hardasa aprel-maya doğulan uşaqlar, belə deyim, bələyi 1 ay, 2 ay istifadə edirik. Daha sonra bələkdən istifadə eləməmişəm. Yəni birinci oğlum apreldə olub. Biz onu hardasa iyunun ortasına kimi bələkdən istifadə eləmişik. Daha sonra bələk istifadə eləməmişik. İndi bunlara yazlıq almışam. Bunlar da ikili bodylərdir, pambıqdır. Çox gözəldir, materialları da çox xoşuma gəldi. İndi açıb sizə göstərəcəm. Linkləri də aşağıda yerləşdirəcəm. Yəni 10 üzərindən 10 deyərəm. Çox xoşuma gəldi. Keçən səfər aldığım mavi body də çox xoşuma gəlmişdi. Yəni tam 10 olmuşdu da. Bu səfərki body də çox gözəldir, çox xoşuma gəldi. Mən 3-6 aylıq olanı götürmüşəm. İkili dəst formasındaydı. 15 manat mı nə qədərsə pul verdim. 15 və 16 mı qiymətini yerləşdirəcəm sizin üçün aşağıda, burada. Yəni çox gözəldir, çox xoşuma gəldi. Şimdi göstərim. Tam yazlıqdır uşaqlar üçün. Yeni doğmuş körpə üçün çox gözəldir. Yəni əgər sifariş vermək istəyirsinizsə, almaq istəyirsinizsə, rahatlıqla bundan sifariş verə bilərsiniz. Biri də almışdım, mavi body. Onu da göstərim sizə. O da çox gözəldir. O bundan biraz daha qalındır. Bu bodyni deyirəm. Bu da bu formada iplə bağlanan formasındaydı. Bu da çox gözəldir. Sadəcə bu biraz ondan qalındır. Bu biraz daha yazılıdır. Yəni ikisindən də çox gözəldir. İkisi də çox xoşuma gəlib. Kim almaq istəyirsə rahatlıqla bunlardan seçim edə bilər. Bir də bu papağın tək formasını almışam. Ağ rəngi. Onu da indi göstərəcəm. Sadəcə o papaq biraz bundan qısadır. Yeni doğulmuşlar üçündür. Bilmirəm necə olacaq. Deməli papaqlar bu 3-6 aylıq uşaq üçün olan papaqdır. Bunlar isə
Yeni doğulmuş körpə üçün 0-3 aylıq olan uşaqlar üçün olan papaqlardır. Bilmirəm, mənim gözümə elə görünür, yoxsa çox balacadılar. Minni minnoşdular. Qiyməti yadımda qalmayıb, tək satılanı da var idi, cüt satılanı da var idi. Mən tək satılandan götürdüm ki, görüm necə gəlir. Gələcək səfər isə başqa formalarından zakaz verməyi fikirləşirəm. Biraz daha böyüdüm. Bu hər iki badinin və papağın linkini aşağıda yerləşdirəcəm. Yəni zakaz vermək istəyirsiniz, rahatlıqla zakaz verə bilərsiniz. Digər dəstlər də həmçinin, yəni materiallar çox gözəldir, heç bir şikayətim yoxdur. İndi digər məhsulları da açacağım, o da uşaqlar üçündür. İndi baxarıq onlara da. Bu da digər belə bir dəstimizdir. Bundan da çox xoşum gəldi. Mən bunu biraz daha böyük götürdüm, 1 yaş üçün. Amma bilmirəm, mənim gözümə böyük görünür, balaca görünür, yoxsa həqiqətən balacadır. Amma baxdım, evdə olan digər 1 yaşlı uşaq paltarlarla eyni ölçüdə gəlir. Sadəcə adamın uşağı böyüdükcə paltarlar onun gözünə daha balaca görünür. Bunun da materialı çox gözəldir. Yəni yandıran material deyil. Yazlıq, payızlıq geyinmək üçün rahatdır, sərin havalarda. Göstərim şalvarda. Bodisidir. Bizə üstündən geyinmək köynəyidir. İçi də bu formadadır. Yəni heç narahat edici bir şey yoxdur. Mən dedim bəlkə uşağın dərisini narahat edir, amma yox. Heç narahat edən formada deyil. Bunlar da üçlü markalardır. Demək, oğlumun 2 yaş olacaq. Mən amma biraz razmerini daha böyük götürdüm. 3-4 yaşlı uşaq üçün olanı götürmüşəm. Mən dəqiq baxım. Hə, 100-lü 3-4 yaşlı uşaq üçün olanı götürmüşəm. Yayda dar geyinməkdənsə daha rahat boş geyinmək uşaq üçün daha yaxşıdır ki, rahat olsun əyni. Dar olanda istidə biraz tərləyir. Bu tipdə 3 dənə marka götürmüşəm. Deməli qızlar, bu da dilədiyim digər sifarişdir. Bunu da böyük götürmüşəm. Hardasa 3-4 yaşlı uşaq üçün olanı götürmüşəm. Bu da təmiz pambıqdır. Keyfiyyəti çox gözəldir. Yaz aylarında geyinmək üçün, yaz, payız aylarında geyinmək üçün çox gözəldir. İçini də belə göstərim. İp yumuşaqdır. Bu keçən səfər aldığım mavi dəsti. Böyle papaqlara baxıram, bu deyir bir daha balacadır. Daha da balacalaşır. Bunun mavisi keçən səfər qalmamışdı. Sarı və çəhrayısı qalmışdı. Amma mavi rəngi artıq gəlib. İstəyənlər sifariş verə bilərlər. Bir də bunun başqa forması gəlib, firlisi. Yəni bu da çox gözəldir. Bu da pambıqdır. Qalın deyil. Yəni bəziləri qalın olur, yox qalın deyil. Yazlıqdır, payızlıqdır. Yayda rahat geyindirə bilərsiniz. Çox gözəldir. Bunu da dedim göstərim. Linklərini də aşağıda yerləşdirəcəm bir-bir. Hansını istəsiniz daxil olub sifariş verə bilərsiniz. Şalvarlarıdır. 2 şalvar, 2 dənə də köynəyi. Bunun markası yox idi. Bunda 2 fartuq var idi. Belə. Bu formadadır. Bundan əlavə oğlum üçün Temurdan çoxlu əşyalar vurmuşam, oyuncaqlar. Meyvə kartları, heyvan kartları, aşağıdan linklərini yerləşdirərəm. İndi göstərərəm sizə də. Bundan almışdım bu səfərki sifarişimdə. Sadəcə burada 3 cərgənin yapışqanı yox idi deyənə geri qaytarmağa vurdum.
Bilirsiniz ki geri qaytarma bağlanıb, gərək məhsulun tam şəkildə qaytarasan, kargo gəlsin. Yəni 3-4 manatlıq məhsula görə bir də kargonu bizə uzaqdır məsafə. Kargon gəlməyini istəmədim. Axırda asistana yazdım. Asistandan mənə geri ödəniş ödənildi. Yəni hər hansı bir əşyanız əksik gəlsə və ya sınıq, nəsə problemli gəlsə, mütləq geri qaytarma alınmasa Temu asistana yazın. Bundan əlavə çalışın, Temudan sifarişiniz, kargonuz gələndə çəkilişlə açın ki, içində nəsə əksik və ya sınıq gəlibsə, hazır əlinizdə video material olsun. Çünki çox geri qaytarma olunur. Ona görə də haqlı, haqsız çox qaytarma olunur. Ona görə də geri qaytarma vuranda problemlər yaşayırıq. Əlinizdə video o formada olsa ki, məsələn, əşyam sınıq gəlib və ya əksik gəlib və ya mən istədiyim kimi deyil məhsul, onun üçün Temu asistana yazın. Və bu daskadan almışdıq. Bu da böyüdü. Balaca formalarda var. Biz bundan istifadə edirik. Meyvə kartlarında, heyvan kartlarında göstərərəm sizə. Öğretici kartlardır. Deməli, bu kartlar yaydan bəri bizdədir. Biraz qutusuz əti alıb. Həmçinin bu daska. Deməli, meyvələrdir. Sonra burada da heyvanlardır. Arkası bunun İngilizce yazılışıdır. Mesela pandası panda. Lamp. Sheep yazılıb. Burada meyvelerdir. Bu televiz şu arasında. Mesela portakaldı, orange. İncir. Yani bir tərəfi həqiqi şəkil, digər tərəfi isə meyvənin şəkil formasında olandır. Bu biz artıq yaydan da istifadə edirik. Bəzilərini oğlum cırıb. Cırmayıb, daha doğrusu yeməyə çalışıb alınmayıb. Yəni bunların da linkini aşağıda yerləşdirəcəm, ala bilərsiniz. Bundan əlavə başqa oyuncaqlar da almışıq. Sadəcə indi onları götürə bilmirəm. Təhlükəli də götürsəm uşağımın əlinin altındadır. Deməli, bundan da linkini aşağıda yerləşdirəcəm. Qızlar, siz əgər hələ də Temudan əməkdaşlığa qoşulmamışsınızsa, axtarış yerinə seç 644 926 yazıb əməkdaşlıq edə bilərsiniz. Temudan əgər heç telefonunuza yükləməmisinizsə, Temunu aşağıdakı qoyacağım linkdən yükləyin. İlk sifarişə 30% indirim əldə edirsiniz. 150 manatlıq kupon. Həmçində bir məhsula 90% indirim kodu var. Onu da qeyd edəcəm siz üçün, istifadə edərsiniz. Bundan əlavə Temuda oyunlar açılıb. Farmland oyunu, 3 məhsul və ya 4 məhsul seç, pulsuz götür və ya başqa bir dənə 3 cür oyun açılıb. Bu Farmland oyunda suluyursunuz, kazanırsınız. Ama diğer oyunlarda sizin ümumiyyətlə Farmlandda və o 3 oyunun üçündə də əsas siz yeni oyuncular dəvət etməlisiniz. Nə qədər çox yeni oyuncu dəvət edəsəz, sizə bonus kimi yazılır. Məsələn, su oyununda, Farmland oyununda suluyursunuz. Yeni oyuncu dəvət etdikdə siz kazanırsınız. Amma müəyyən bir limit qoyurlar. Deyək ki, 20 qram su verirəm sizə. 5 dənə oyuncu dəvət elə. Bunun 3'ü yeni oyuncudur. Nə deyim? 3'ü oyuncudur, davam bu oyunu oynayandır. İkisi isə Temu tətbiqini heç yükləməmiş şəxs olmalıdır. Yəni Temunu ilk dəfə yükləyib bu oyuna girib oynayan adam olmalıdır. Həmçinin digər oyunlarda da 3 dənə pulsuz məhsul götür və ya 4 dənə pulsuz məhsul götür. Bunun oyunların da hamısında siz Temu tətbiqini heç yükləməmiş telefondan giriş edib oynamalısınız. Onların da linkini aşağıda yerləşdirəcəm. Temu Farmland oyununda, o digər 2 oyunun linkinin də.
Yəni əgər sizin ətrafınızda Temu tətbiqi heç yüklənməmiş telefon varsa, yəni bir dənə yox, ən azı bir 4-5 dənə telefon lazımdır, belə deyim. Siz oradan pulsuz məhsulları, ən azı 3 dənə məhsul, 4 dənə məhsulu pulsuz şəkildə götürə bilərsiniz. Linkləri olur, onlardan istifadə edib götürürsünüz. Şəkillərini yerləşdirərəm və ekran görüntüsünü alıb paylaşıb, video şəkildə paylaşaram, baxarsınız. Bu qədər. Yaxşı günlər, yaxşı işlər hamınıza. Allah hamınızın ruzusunu bol-bol versin. Əgər siz də sifariş vermək istəyirsinizsə, mənim aldığım məhsulları linklər aşağıda yerləşdirmişəm, sifariş verə bilərsiniz. Allah hamımıza bol ruzu bərəkət versin. Hamilə olan xanımlarımız sağ-salamat övladlarını qucağına alsın. Övlad sahibi olmaq istəyən xanımlarımıza da Allah xeyirli övlad payı nəsib eləsin. Bunu da deyim, ailə qurmaq istəyən qızlarımıza da xeyirli evliliklər nəsib eləsin. Yaxşı günlər, sağ-salamat.